7-ci sualda deyir ki, hansı funksiyanın təyin oblasti 3-dən başqa bütün ədədlər çoxluğudur? 3-dən başqa bütün ədədlər çoxluğu. 3-dən başqa bütün ədədlər çoxluğu deyirsə, yəni 3-dən başqa bütün ədədlər ödəsin. Məsələn, x-in yerinə 1-də, 2-də, 3-də, yəni nə qoysaq ödəsin. Mənfi ədəd, müsbət ədəd, 0 nə qoysaq ödəsin. Bizə dənə 3 ödəməsin. Biz də bilirik ki, məxrəc heç vaxt 0 ola bilməz. Baxın, məsələn, 0-ı 4-ə böləndə cavab 0 eləyir. Amma 4-ü 0-a böləndə bunun mənası yoxdur. Başa düşürsünüz? Yəni 0-a bölməməli yoxdur. Məxrəc. Bildiyiniz bu məxrəc heç vaxt 0 ola bilməz. Onda elə bir ədəd, yəni elə bir funksiyaya baxmalıyıq ki, həmin ifadədə qiymətə 3 qoyanda ifadə 0 eləsin. Məxrəc 0 eləsin. 0 eləsə ödəməyəcək. Məsələn, A variantında veriblər ki, məxrəcə baxın, bir dənə məxrəcdə nə var? 2x minus 6. 2x minus 6. Nə deyirik? 3-dən başqa. Yəni, x-in yerinə nə yazmalıyıq? 3. Gətirib x-in yerinə 3 yazaq. 2 vuraq, 3, çıxaq 6. Neçə eləyir cavab? 0. 2 dəfə 3, 6. 6-dan da 6-sını çıxsaq 0. Deməli, nə istəyirdik? Məxrəc 0 alındı mı? Alındı. Deməli, A variantında x-in yerinə 3 yazsaq, deyir 3-dən başqa bütün ədədlər. 3-dən başqa nə qoysaq 0 eləməyəcək. Amma bizə də 3 qoysaq 0 eləyəcək. Və burada, bu funksiyada x-in yerinə 3-dən 3 qoyanda cavab 0 alınır. 3-dən başqa elə bir ədəd var ki, qoyaq 0 eləsin cavab. Elə bir ədəd var sizcə? Yoxdur. Yalnız bax, burada deyir ki, hansı funksiyanın təyin oblasti 3-dən başqa. Yəni, bizə də 3-ü qoyanda 0 eləyir. 3-dən başqa, amma nəyə qoysaq 0 eləmir. Onda 3-dən başqa bütün ədədlər çoxluğu ödəyir. Onda cavab A variantı. Məsələn, C variantında məxrəcdə elə 3-dür, 0 deyil onsuz da. D variantında məxrəc 3-dür, onsuz da 0 deyil. Ona görə CD ola bilməz. Bir dənə B variantına da baxa bilərsiniz. B variantında nəyi soruşa bilərsiniz əslində? B-də deyə bilərsiniz ki, məxrəcdə nə var? X kvadrat minus 9. X kvadrat minus 9-un yerinə. Burada da x-in yerinə 3 qoysam. Gəlin baxaq. 3-ün kvadratı çıxaq 9. Cavab neçə eləyir? 0. Çünki 3-ün kvadratı 9. 9-dan 9-unu çıxdıq 0 qaldı. Amma burada başqa da bir ədəd var ki, x-in yerinə yazsam, həmin bu funksiyanı yenə 0-a çevirər. Yəni, təkcə 3 deyil 0-a çevirən. Başqa bir qiymət də var. Hansı qiymətdir 0-a çevirən başqa? Mənfi 3. Bəli, bu ifadədə mənfi 3 də yazsaz, x-in yerinə mənfi 3-ü də yaza bilərsiniz. Onda da 0-a çevrilir. Olur mənfi 3-ün, burada nədir? Kvadratı minus 9. Mənfi 3-ün kvadratı, yəni mənfi ədədin cüt dərəcədən qüvvəti müsbət eləyir. Eləyir 9. 9-dan 9-un çıxanda yenə 0 qalır. Görürsünüz, təkcə bu funksiyada, B variantında olan funksiyada bu ifadəni, məxrəci, yəni təkcə 0-a çevirən təkcə 3 deyil. Mənfi 3 də ödəyir. Deməli, təkcə 3-dən başqa bura aid deyil. Amma A variantında təkcə 3 idi. 3-dən başqa bütün ədədlər ödəyir. Həmin bütün ədədlər çoxluğu ödəyirdi. Amma bizdə də A variantında 3 ödəmirdi. Bizdə də istəmir ki, mənfi 3 falan. Yalnız bircə variantı. Bizə də 3-ün ödəməməsini istəyir. O da yalnız A variantına uyğun gəlir.